Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla Beyin Mühendisliğine Karşı Türkçe Eski Kitaplar programının 441. bölümün başlığıdır. Xeyirli olsun. Gedək görək ki, bu günləri hansı program, hansı kitab bizim üzümüzə rastlaşır ki, ondan tanış olaq və ləzzət aparaq, əgər açılsa. Tamam. Biz geçən dəfə yadınızda olsa bu Məxzənül Əsrar deyilən kitabı açdıq. Hər üç versiyanın bunun açdıq. Təəssüflə gördük ki, ad iştibah yazılıbdır və Məxzənül Əsrar deyil. Və mən bunların adını dəyişdirmək məcburiyyətində qalacağam. Çünki bu şeydir. Heyrətül Əbrari Heyrətül Əbrar 109 səfə. Bu əgər bunlar da bu Məxzənül Əsrar da olmuş olsa ki, tamamən şeydir, əkslərdir. Biz bunu tapa bilmədik. Əslini görək, fəqət şəkillərini gördük. İçində miniatür var və bir-iki səfənin də əksi var. Gördüyünüz kimi beləsi bir vəziyyətdir. Bu da ikinci səfəsindən ehtimalən və üçüncü səfədən ya bir ayrı səfədən bunu görürük ki, bir miniatürdir və bu ola bilər ki, elə o Xarəzmi cənabları, hər kəs də Allah Teala rəhmət eləsin, o da yazmış ola və oradan bu kitab gəlmiş ola. Hər halda bu kitab şəklində deyil, o cür ki, mən gördüm. Əlbəttə, axtarıb yenə tapa bilərik bunu. Mən onun üçün bunu buradan silim geçsin. Və bu Məxzənül Əsrarda ki, gördük ki, yenə Məxzənül Əsrar deyil. Aynı kitabdır. Bir də açsaq onu. Ona görə bunu da bunu şey eləyəcək bura. Bu da həman Məxzənül Əsrardır ki, biz oxuduq. Onu oxuduğumuz üçün o kitabdır. İndi bunlardan geçsək, qeyd kitabımızın yenə əvvəlki bölümlərini qeyd görək ki, burada hansı kitab bizi görür. Xeyriyə Yusuf Nabini oxumuşuq. Bunu geçən dəfə və Meyar Düvəli və Misyarül Milləl. Əcəba bu kitab açılsa fərqlidir, ehtimal vermirəm açılsın. 792 səhifədə çox gözəl bir kitaba bənzir, amma nədənsə umarım ki, bunda açılsın və yaxşı açılsın bir dəfəlik. Bu kitab çox yaxşı bir şeyə bənzir. Meyar Düvəli və Misbarül beləsi bir xətt ilə də təəssüflə görürsünüz ki, bu gəlmədi. Əcəba bunu bir ayrı şeylə də aça bilərik. Umarım ki, xərab olmamış olsun və bundan açıla bilsin. Ehtimalən bundan bir qarışıq fayl qoyublar, hətta ola bilər virus olsun, amma biz onu çalışdıq, açaq, feylən ki, açmağını görmürəm. Tamam, o ehtimal vermirəm, açılsa da ehtimalən oxunmayacaqdır, formatı fərqlidir. Bəmulən o cür bir kitab da olsa dağılır. Bu da yoxdur. Nədənsə bu da Miftah-ı Fütuhat Xaqani deyə bir kitabdır. O da tapılmır, amma gedək yenə biz burada Miftah-ı Fütuhat deyək, görək ki, Miftah-ı Fütuhat görək belə bir şey tapılır ya yox.
Əgər belə bir şey tapılsa, buradan bunu indirməyə çalışaq və Meraciyyə, Miftah Fütuhat ikisi birdir. Bu da Miftah Səadət, elə bunları da vuraq, görək ki, fərqləri olsa bir moqi. Ha, bu gəldi yəni. Ha, bu Meraciyyədir, bundan heç işimiz yoxdur. Bir dünya kitablar var, amma Nadir Şahın Türkcə naməsi Sultan Məhmuda bunu oxumağa çalışmışıq. Bu kitabların da bir çoxunu görmüşük, görürsünüz də ki, indirmişik. Hara getdi o görək ki, əgər download olmuş olsa, onu başlayaq. Bunlar da ki, hələ feylə məşğul olacaqlar. Gedək görək ki, ayrı bir kitab bizim bu günləri Calibdir, elə bir keçən kərə download elədiklərimiz kamil download olmayıbdı. Yenə də bu da açılmadı və Mənaqib Əmir Sultan. Biz bunları elə bir silməliyik, təzəşdən indirməliyik. Münşəat Həzrəti Sənai. Bu da yoxdur. Rovzətül İslam. Yenə bu da yoxdur. Bu cür gəldi, yəni yoxdur. Naqis gəliblər bunlar, yəni. Vəsilətün Necat Süleyman. Bu gəldi, tamam. Bu açıldı, buna baxarıq. Əlbəttə bunun səfəsi də 127 səfədir. Bunun baxaq görək ki, nə mənədir? Süleyman Çələbi yazıbdır. Ehtimalən Vəsilati əl-Necat fi məvalid əşrəf əl-mavcudat. Ehtimalən belə bir şeydir. Süleyman Çələbi 1422 miladidə yazılıbdır. İndi bu harda saxlanır? Burada hədis deyil, bu nədir? Trust. Hati Trust. Belə bir şey yazıb. İndi bunu kitabın cildinə baxırıq. O birisilər, insələr, onlara da baxarıq. Kitabı kiçildirik, səhvəyə yerləşsin. Kitabın cildi kartondan imiş. Yəni neçə dənə vərəqi yapışdırmışmışlar bir-birinə. Ondan imiş. Dövrəsi kamilən cırılıbdır. Ortası da hətta kitabın çürüyübdür cildinin. Səfənin içini açırıq, kitabın içini açırıq. Kitabın əvvələn Şirazə görürük ki, sökülüb, təlis görsənir. Təlis də çürüyübdür. Səfə də təqribən həm su gedibdir, nə deyirik ona, qırışıbdır. Həm də ki, dövrəsində görülən, onlar da çürümağını görürük. Üçüncü səhifəyə baxırıq. Burada indi Şirazə kitabın tikilən yeri, o yerlər ki, bir-birinə yapışırlar. Ora kamilən görürük ki, aradan gedibdir. Bu birisi səhifədə görürük təqribən nədirsə bu cild kimi görsənir və kitabın ağzı qatlanıb səfələr beləsi kağız parça kimi görsənir. Sonra kitabın içinə giririk və kitabın içi görürük ki, çox gözəl bir rənglə yazılmışmış, təzhib olmuşmuş. Aşağıda vəsə Kitab-ı Vəsilətün Necat. Kitabın adı Vəsiləti Necat. Ən Vəsilətəl Necat. Sonra ərəbcə bir yazıdır görürük və aşağıda fi mulidi əşrəfil mövcudat. Əşrəf-i mövcudatın doğulması haqqında bu başda o kitabın adı və aşağıda oxuduğumuz şey, bunlar təzhibin içində yazılıbdır və çox böyük xətt ilə yazılıbdır. Qalanlar ortada, onlar da elə böyük xətt ilə yazılıblar. Kitabın dövrəsi zeytuni rənginlə rəng olmuşmuş. İkinci səhifədə aynıdır yenə. Əleyhi əfzəlüs səlat. Aşağıda yazmışdı ki, nə mənə? Fi vələdi, fi məvlidi əşrəfil mövcudat, əleyhi əfzəlüs səlat və əkməli təhiyyət aşağıda. Bu cümlə böyük yazdığı üçün bir-birinin davamıdır. Hətta bəlkə, yox, elə o içində. Ondan sonra getiririk kitabın əsl məsələsinə, ərəbcədir zahirən.
kitabın dövrəsi, yazı, ağdı yazı olan yer, ağdı çarçivə yoxdur. Amma dövrəsi qəhvəyi rənglə rəng olubdur. Ondan sonra o birisi səhifəyə keçirik. Hello? Yes, we talk to each other. Okay. Doctor called me in the morning and we had a Zoom chat. Okay. Yeah. Yeah. Okay. Is it overnight or daytime? Okay. 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 Are you going to remind me on September as well, or just I know it is very long distance to go. Hmm. Okay. Okay. Yeah. Yeah. Oh, okay. Thank you. I don't know. Both is okay for now. Yeah, Saturday is better. What's the 12 midnight? Okay. From 12 midnight to 8 in the morning. Oh, 8 o'clock in the night. Oh, okay. Okay. And are you going to email me the appointment? Okay. 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 Thank you very much. Thank you. Have a good one. Bye bye. Bye bye. Thank you. Thank you. Bye bye. Oh, çox üzr istəyirəm. Xəstəxanadan neçə ay sonraya vaxt verirdilər. O idi. Tamam. Ərz eləyim xidmətinizə ki, bu səfəyə gəlirik. Bu səfə ərəb kimi yazılıbdır. Hazə əvvəl kitab Mövlid Mustafa əleyhissalam kitabdır və bu ərəbcə ilə bu səhifədə başlayır və sonra türkcəyə keçir və türkcəndə eyni ərəbcə yazıbdır. O kaf, o kaflar, hərfi kaf, o kaf hərfi ki həmişə nun oxunur, onun gördüyüm qədər üstünə 3 dana nöqtə qoyubdu və səsini də qoyubdu ta onu biz doğru oxuyaq. Buradan bu üzə tamamən türkcədir. Əlbəttə başlıqları ərəbcə yazıbdır. Ondan sonra türkcə yazıb və şeir haləti var. Cəlibdir, bu kitab şeir halətində davam edir. Mən indi bunun 17-ci səhifə, 15-ci səhifəsindəyəm və gördüyüm qədər türkcə bir kitabdır. Hər kəs belə əvvəldə baxsa nəzərə gələr ki, bir ərəbi kitab oxur, amma bunu yazanlar deyiblər ki, ehtimalən bir zaman türklər dillərindən qoparlar, kimliklərindən qoparlar. O zamana bir kitab yazaq ki, bunu oxuya bilsinlər və qeydsinlər. Onun üçün də hər kəlmənin içindəki hər bir hərfin üstünə
onun səsi nə olacaqda, ağızdan nə cür çıxırmış o zaman onu yazıblar və dilimizi standart şəkildə bizim üçün hədiyyə qoyublar qalıbdır. Kitabı davam edirəm. Hala bu səhifələrə baxırıq. Başlıqlar rəngi fərqlidir. Bəzən qırmızıdır, bəzən qərədir. Xətti çox gözəldir. Bunun ərəbisi də gözəl yazılıbdır, türkçəsi də gözəl yazılıbdır. Və dediyim kimi başlıqlar da fərqlidir. Məsələn, burada qərəsi də biraz fərqli qərədir. Yəni mətn qərəsi ilə biraz fərqli ləhdir. Burada bir ehtimalən bunlarda tarix tapa bilək bu kitabın haqqında. Buradan sonra kitabın 110-cu səhifəsindən ehtimal verirəm ki, burada 820 tarix olacaqdır. Burada görülür belə bir şey. Cəmiə belə bir şey yazıbdır. Ya da ki, cəmi əbiyyat ola bilər. Cəmi əbiyyat olsa 820 dənə bunun ehtimalən beytləridir. Sonra bir ayrı kitab başlanır. Məth-i Mustafa əleyhissalatu vesselam deyə o başlıqla başlayır. Xətti dəyişir biraz. O əl yazmasının formatı dəyişir. Bu kitabın az olsa bir genə 400 il məncə, əlbəttə hələ oxumamışam, biraz qəzabətim çox tezdir. Bu ikinci bölümdə çox su görürük. Yəni birinci bölümdə bu qədər su görünmürdü. İkinci bölümdə kitabın hər iki tərəfindən hətta ortasından belə su gəlibdir və bu da qutarır. Kitabın sonunda görürük ki, cırılıb, dağılıbdır, ayrı kağızla da yapışdırmağa çalışıblar və beləsi. Gedək, görək ki, kitabımızda nə oxuyuruq. Bismillah, kitabın adı Bismillahirrahmanirrahim, əlbəttə sonra yazır Kitabi Vəsilətün Nəcat. Nəcat vəsiləsi. Elə bilin ki, düşmüşük dənizə ya bir quyuya, bizə bir şey lazımdır ki, oradan nəcat tapaq. Üzmək başarmırıq, ya quyuya düşmüşük, bir imkanımız yoxdur. Bizə bir vəsilə lazımdır ki, oradan çıxaq. Deyir, bu kitab o cür bir vəsilədir. Bismillahirrahmanirrahim yazıb özü çox gözəl rənglə və çox gözəl. Elhamdülillahilləzi cəalə Muhammədən. Burada silinibdir, hər nə yazılsa o silinibdir. Əmdən də siliblər. Yəni bu cür deyil ki, öz-özünə təsadüfən silinibdir. Muhammed sallallahu aleyhi və səlləmin adı yazılıbdır. Orada bir kəlmə onun şeydir. Kullu mevcudin və əşrəfi kulli məxluqin və əəzzi kulli mevludin və fəzzələhu aləl ənbiyai bişşəfaətil uzma vəl havzi əl-mevzu əgər bilmirəm, indi bunu necə oxuyaq, burası Əl-Murudə və Qur'ani, burası yenə bəlkə biraz içə sıx görə bilərik, görək bunu. Çox yekətmişik. Allah Allah. Bağlandı əslən və tamam, kitab bağlandı. Açarıq əlbəttə. Bu da fütuhat açılıbdır. Burada olacaqdır. Bu hangisiydi? Miftah-ı məsələn səadəti. Miftah-ı səadət. Əgər iştibah eləməsək, bu kitab oxuyur. Vəsilətün Nəcat. Vəsilətün Nəcatı oxurduq. Tamam, beləsi bir vəziyyətə gəldik ki, bu görək ki, bunu biraz da yekəsək oxuya bilirik. Əl-Murudəti və qərənə ilahəhu bi ismihi təazimən li şə'nihi və tərğimən, bu da o böyük sətirlər oxunur. Li şeytani sücudi cəsud. Li şeytani həsud olacaqdır. Cəsud kimi yazılıbdır.
للشيطان الحسود وهو عند الله المحبوب المطلوب المحمود وملائكة الرحمن له أنصار وأعوان وجنود. Niye int beləsi yazılıb? Məncə qələt yazılıbdır. Və kələmətü şəcəri vəl həcəri vəl mədəru vəl cüludu ve kelimetü şeceru vel haceru vel mederu vel culudu ve muhibbuhu fid dünya vel ahireti makbulun ve mevdudun ve adulun min babi. Burada her ne yazıp silinipti ama bunu adam silmeyip. Bu özü zaman içinde aradanca metrudun ne deməkdir bu bilmirəm, görmürəm yəni. Mətrudun və mərdudun, o birisi səhv yeyəcək. Bihamduhu alə ma cəalna min ümməti Muhammedin əl-vəfiyyə bil-uhudi və əşhədu ən la ilahə illallahu və vəhdehu la şərikə ləh. Şəriki də əcib yazıbdır. Və la şəbihə ləhu əlləzi təqəddəsə zatəhu ən zəmənin memdudin və acelin ma'dudin və mahdudin. Bu məhdud sözü yerləşməyibdir, yaddan çıxıbdır. Bunu tərsə kitabın üstündə o ma'duddan sonra onu tərsə yazıblar. Orada da bir indiki quyruqlu A deyirlər, e-maildə zadda işləyirlər. Bir dənə ondan qoyubdur soralar. Bu soradır. Ehtimalə bu neçə yerdə bunu qoyub. İndi ki, belə baxıram, görürüm ki, o birisi kəlmələrində bəzi yerdə qoyulubdur. Və huvəllahul əhədül, əhədüs səmədül mə'budül məqsud. Yenə o əlamətdən qoyubdur. Və huvəl əziz, ehtimalən burada o cümlə qurtarır. Və huvəl əzizul qəfurul vədud. Və əşhədu ən Muhammədən. Bunu da ayrı rənglə yazıbdır. وأشهد أن محمدا عبده ورسوله وحبيبه وخليله الذي هو مظهر الحق ومظهر الخلق والجود والشافع المشفع في الأرسات في يوم الموعود صلى الله عليه وعلى آله وأصحابه الذين هم أسعد كل مسعود. İndi burada dostlar, kitaba baxsaq, əgər görsəz burada, olar ki, canlı baxırlar YouTube-dan. Kitabın demək olar ki, o qədər işlənibdir ki, kəlmələrin üstü təqribən yavaş-yavaş rəngi gedibdir. Bəzi yerdə çox görünür bu. Və təsəlləmə təslimən daimən kəsirən li İlə yevmil həşri və təəyyüni məqamil xulud. Mənə min əvvəli kitabi Mevlid-i Mustafa aleyhisselam. Kitabın əvvəlidir, başlanır. Kitabın adı olacaqdır, yəni Həzrəti Mustafa Peyğəmbər sallallahu aleyhi və səlləm onun mevludu haqqındadır, doğulması haqqındadır. Allah qırmızı rəngindən ehtimalən yazmışlar ya da ki, bir ayrı rənginin zaman içində rəngi qəriyə çevrilibdir. Allah adın zikr edəlim əvvəla. Vacib oldur cümlə işdə hər qula. Qul, biz özümüzü Allahın qulu bilirik, bəndəsi ərəbcə. O. Allah adın zikr edəlim əvvəla, vacib oldur cümlə işdə hər qula. Allah yenə də rəngi, Allah kəlməsinin fərqli yazıbdır. Da bunu demirəm, həm yazısı fərqlidir, həm yekə yazılıbdır, həm də rəngi fərqlidir. Allah adın hər kim ol əvvəl ana, da burada k demirəm, çünki burada aka. Bunun üstünə 3 dənə nöqtə qoyublar, kinin üstünə ana deyirlər. Biz bunu ana oxuyacaq. Ana yəni xatırını gətirə. Yadında saxlayın. Allah adın hər kim ol əvvəl ana, hər işi asan edə Allah ana. Allah adı olsa hər işin önü yəni əvvəli, başlığı, öncəsi, önlüklə qabağımıza bağlırıq da, məsələn, bir yeməqsat bişirəndə falan, qabağımıza önlük bağlırıq.
Herkin abter olmaz. Herkin ya hergiz ehtimalen bunun nun oxumayacaq, ra oxuyacaq. Hergiz abter olmaya anın soni. Önü soni. Son da ki birden dilə son beşik. Yəni ən son, axirinci. Burada da aynı oldu. Qalen Nebiyyü aleyhisselam kulle emrin zibalin la mühiben bi bismillahi fehuve abter. İhtimalen bunu qələt oxudum. Muhiben. İhtimalen fərqli oxunacaqdır. Kulle emrin zibalin ləm yəbdə. Yapışıqdır bir-birinə ona görə. Ləm yəbdə bi bismillahi fehuve abter. Hər mühüm iş ki Allahın adı ilə başlamıyor, o yarımçılıq qalar, əbtər qalar. Belə bir hədis deyir. Mən bu kitabdan indi bir iş görüm. Əvvəldə bundan bir əks salaq. Biz bu kitabı da deyəcəyik əlbəttə. Bu bir dənə əks və bu Türkçə bölümündən yine bir əks də buradan salaq. Hər nəfəsdə Allah adın de, mudam. Kəlmələr, hərflər bir-birinə yapışıqdır. Bunu deyim ki, məsələn, hər nəfəsdə Allah adı, adın de mudam. Mudam yapışıqdır. Danan, əlif bir-birinə yapışıqdır. Allah adı ilə olar hər iş tamam. Eşq ilə nəl imdi Allah edəlim. İndi burada ehtimalən burada cəl oxunacaqdır. O kafdır, üstündə 3 nöqtəsi var. Ehtimalən cəl oxunacaqdır. Eşq ilə gəl imdi Allah edəlim. Dərd ilə göz yaşı ilə. Yine burada dediyim kimi indi biz bu çı bir yerlərdə c oxunacaqdır. Onu bir yerdə nun oxumalıyıq, bir yerdə c oxumalıyıq. Üstünə aynı hərfi yazıb, yəni k yazıbdır, üstünə 3 nöqtə qoyubdur və bu bir yerdə ç oxumalıyıq, bir yerdə c oxumalıyıq. Bir yerdə nun oxumalıyıq, bir yerdə c oxumalıyıq. Eşq ilə gəlimdə Allah edəlim, dərd ilə göz yaş ilə ah edəlim. Səfər qurtardı, o birisi səfiyə geçək. Ola kim rəhmət qıla, ol padişah, ol rəhimu, ol kərimu, ol ilah, aləmu, əllamu, qəffaru zünub, sani'u, təvvabu, səttarul uyub, daimu, dəyyanu, mühsi و şekur و محسی دایم و دیان و محسی و شکور واهب الاحسان غنی فتاح و نور صادق القول عظیم ذوالجلال قاسم الرزق مقیمی لا یزال قادر و قهار و قیوم و قدیر. İndi bu olar ki mən deyirəm qadiru, qəhharu. Bunların arasında vav yazıb. Amma vavı çox kiçik yazıb. Yəni bu oxunacaqdır. Yəni əslində bir səs kimi yazıbdır. Şey kimi yazmayıbdır. Amma səsi mindirib o raların üstünə. Məsələn qadiru, qəhharu, qəyyumu, qədir, xatiru, xəllaqu, rəzzaqu, xəbir. بارئ باری بر هم بدیع زار نافع بصیر هم سمیع. Allah'ın adlarını sayır. Burada bunların hamısı ki bir danadır, ü-lə ayrılır. Bunların adları Allah'ın adlarıdır ki, ehtimalən 99-unu sayacaqdır. Hayyu,
Hannan و Həkimi, Həkim, Haqqu Həkim. Bir də üzrəm. Həyyü Hannandır ya da Cənnandır. Bunu beləsə orada indi bir nöqtə var xığın altında. Onu indi gördüm. Həyyü Cənnanu Həkəm, Haqqu Həkim, Hafizu Hazir, Həsibu həm Həlib. O durduqların yerdə də durubdur özü. Yəni o sakin əlamətini qoyubdur ki, durac yox. Həyyü Cənnanu Həkəm, Haqqu Həkim, Hafizu Hazir, Həsibu həm Həlib. Mü'minü mühsün mü'ini müstəan, Malikü Mənnan Sultani Cəhan. Cami'u Cəbbar Mübdi و Muid, Varisu Vəhhab Rəzzaq Məcid. Allahın adlarını yazır. Rəzzaqı üstədə 2 dəfə yazmışdı, ki, də yazıbdı. Amma aynı xətt ilə çox gözəl davam edir. Hadi و Subhan و Rəhman و Rəhim, Mani و Mü'ti و Qəvi و həm Qədim. Hafizu üzrəm. Mən bunu iştibah oxudum. Hafizu Rafi'i Cəlilü Hafizu Rafi Cəlilü həm Cəmil, Qabizu Basit Vəkilü həm Kəfil. Əvvəlü axər Əliyyü həm Əlim, Zahiru Batin Mətinü həm Müqim. Vahidu Vacid, Vədudu həm Qəfur, Valiyu Macid, Vəliyu həm Şəkur. Xaliqu Rəzzaq, Musəvvir həm Həmid, Vasi'u Burhan, Rəşidu həm Şəhid. Ehtimal verirəm ki, burada dahi əlbəttə yox. İstəyirəm deyəm, ehtimal verirəm. Burada gördüm ki, yox. Bəzi hərflərin misrəyi ki, başlayır əvvəldə, onların bəzisinin başı üstündə bir qırmızı xətt çəkibdir. Niyə diqqət eləməmişdim? Burada indi diqqət edirəm. Bu səfədəki oxuduqlarımızın buradan hamısının üstündə, başının üstündə xətt çəkibdir və görək. Baisu, mühiyyu, mümit, naşiru ol, mün'imu, müğniyu, nasir ol. Həm müizzu, həm müzillu, həm rəuf, adilu, muqsid, muqitu, həm ətuf. Burada o xəttlər indi dayandı da o xətti qoymur. Buradan qoyduqlarının üstündə bu 2 səfədə, yəni keçən səfənin axırında, o bir səfəndə əvvəlində, ortasında bir yerdə var imiş. Ondan sonra burada 2 dənə beytin əvvəlində qoyuldu. Ol durur Allah quddusu səlam, Rəbbi baqi la yemutu la yenam. Ol durur həm padişahi bi zəval, bi şəbihu, bi nəziru, bi misal. Bunlar hamısı müsəlmanlar yaratdığı fəlsəfədə, din içi fəlsəfədə önəmli kəlmələrdir və hərəsinin özünün bir yeri var. Birdir ol, birliginə, o yenə qı sözü, çı, üçündə 3 nöqtə, onunla yazıbdır. Birdir ol, birliginə şək yoxdurur. Şək şəl kimi yazılıbdır, amma keşikdə üstünə bir qol qoyubdur. O da qol şək olduğunu göstərir. Bir də cümlədə elə o şəkki görürük. Birdir ol, birliginə şək yoxdurur. Gərçi yanlış söyləyənlər çoxdurur. İndi burada yanlış orada k ilə yazıbdır. Ona görə biz orada dayandım ki, burada yanlış oxuyacağıq, yanlış oxuyacağıq, onu başlatmağa. Gərçi yanlış söyləyənlər çoxdurur. Cümlə aləm yoxkən ol var idi. Yar edilmişdi qəni cəbbar idi. Yar edilmişdən qəni cəbbar idi. Yəni yaradılmağa ehtiyacı yox idi. O kəlməni burada səhv oxuya bilərik. Cümlə aləm yoxkən o var idi. Yaradilməmişdən
məşdən, yaradilmişdən Qəni Cəbbar idi. Varıq yoxi varidən oldurur. Varıq yoxi varidən oldurur. Varlığı yox varikən yaradar. Çox gözəl bir söz deyibdir. Çox əcib bir söz deyib yəni. Varıq, varlıq. Varlığı yəni. Varlıq yoxi varidən varlıq yoxi varidən oldurur. Dünyada hər öləni ol öldürür. Ya da hər öləni, olan. Düzdürsə, mən ölən oxudum, indi görürəm ki, o daha yaxşı olur. Hər olanı, u-la qoyubdur, ulanı, uləni. Dünyada hər öləni ol öldürür. Varkən ol yoxdur insü mələk. Ərşu, fərşu, ayu, günəş, həm nöh fələk. Sün ilə, indi bu nə deməkdir? Sün ilə, yəni xilqət. Sün ilə bunlar ol var eylədi. Sün ilə bunları ol var eylədi. Birlikinə, c deyil. Birlikinə cümlə iqrar eylədi. Qüdrətin izhar edib həm ol cəlil. Birlikinə, yenə birlikinə bunları qıldı dəlil. Bari nə hacət qılavuz söz çox. Bari nə hacət qılavuz söz çox. Qılavuz yol bələd, yol bilən, yol göstərən. Hətta bu qılavuz sözü ya qılavuz sözü təraşkaridə, freskaridə, lüləkeşidə işlənər. Bir dana vəsilə var, məsələn, bir dana lülənin üstünə ya içinə zeh açaq ki, bir-birinə bağlasın. Onu da zeh deyərdilər. İndi bizə piç deyirlər, nə deyirlər? Zeh açaq ki, o bağlansın. O zehi aşmaq üçün qəlavizi qoyarlar, o dəstgah fırladar, o lülənin içinə ya eşiyinə piç fırlanması üçün bir-birinin içində 2 dana dəmir, onlar bir-birinin içində fırlanması üçün zeh açar. Ona qəlavuz deyirlər. Yəni yol açır da, əslində yol yoxdur, o dəmiri yontalır, onda yol açır. Qəlavuz yol açan yol bələd. Nə ya barinə, bar nə hacət qəlavuz söz çox. Bir durur ol, andan artıq təngri yox. Həşrədək gərdinlərsə bu kəlam, həşrədək gərdinilürsə bu kəlam, neçə həşr ola bulmaya tamam. Cəlib ki, bu həşr qiyamət günüdür. Yerdən qalxmaq, həşr o nəşr deyirlər. Deyir ki, bu birinci dəfədə eşidirəm, bir türk deyir ki, həşrədək dinlərsə bu kəlam, əgər bu kəlam dinlənərsə, oxunursa, eşidilirsə, neçə həşr olar bulmaya tamam. Neçə dana həşr olar? Bunu mən birinci dəfədə eşidirəm. Gər dilərsiz, buləsiz oddan nəcat. Gər dilərsiz, diləmək, yəni arzu eləmək, istəmək, iradə etmək. Gər dilərsiz, buləsiz oddan nəcat, eşq ilə, dərd ilə edün əs-salat. Burada o edün axirdəki n, kaf üstündə 3 dənə nöqtə, fi iltimas duai linnazimi və fi üzril katib. Burada da istəyir dua, əvvələn deyir ki, fi iltimas dua linnazim, bu şeiri deyənə
dua iltimas edirəm. Allah Taala rəhmət eləsin, ruhunu şad eləsin. Bu duası. Fi üzrül kitab və kitabın da üzr deyə gətirirəm kitabın haqqında. Ey əzizlər, üçdə başlaruz suza. Ey əzizlər, üçdə yəni indi. Üçdə başlarıq sözə. Bir vəsiyyət qılırız illa sizə. İlla ki, sizə bir vəsiyyət deyirik. Qılırız, yəni deyirik. Ol vəsiyyət kimdirəm, hər kim tuta. Müşkilgi ququs canlərdə tuta. Nə deməkdir? Bunu başda tapmadım. Müşk ehtimalen müşk gibi olacaqdır. Müşk gibi ququs canlərdə tuta. Ququs nə deməkdir? Burada ol vəsiyyət kim budur? Bunu yazaq, görək ki, bu nə deməkdir? Çox cəlib bir sözə rast gəldik və Bismillahirrahmanirrahim. Bugün bir el yazma, bir Türkçe el yazma ile tanış olmağa çalışıram ki adı neydi? Vəsiletün Necat. Vəsiletün Necat'dır. Kitab çox köhnəlib və hətta cildi də çürümüş görünür. Kitabın dili Türkçedir ama kitabın dili Türkçedir ve şiir esaslı yazılıptır. Ama her şiirin başlığı hem büyük xətlə yazılıb, hem də fərqli rənglərlə yazılıb. Amma kitabın əvvəlində bir neçə səhifə ərəbcə və düz yazıdır. Kitabın neçə səhifəsi var? 127 səhifəsi. Bu əlyazmanın cildlə birgə 127 səhifəsi var. Kitab harda saxlanır, onu görmədik, bilmədik. Əvvəlinə bir də qeydim, bunu görürüm ki, əvvəlində burada neçinci səhifədir? 12-ci səhifədir, yox. Görək bu kitabın əvvəlində burada
möhür görsənir, amma burada çox kiçik bir möhür var, amma görsənmir. Burada da qıraqda bir yazılar var. Amma nə deməkdir? Generated nəminə an 2023-də düzəlibdir. 3-cü ayın 16-sında saat 7-ni 7 dəqiqə GMT. Bu da adresidir. Sonra adresin, yəni internet adresidir və domain adresidir. University of Michigan. Tamam. Bu University of Michigan'da saxlanır. Michigan Üniversitesi de saxlanır. Tamam, onu da tapdıq ki, bu orada saxlanır. 12-ci səhifədə idik, getmişdik ora, gedək 12-ci səhifəyə. Başlıqlar ərəbcədir. Başlıqlar ərəbcə və fərqli rənglərlə yazılmış, amma şeirlər türkcədir. Yazar ya da nəssah hər kəlmədə işlənən hərflərin üzərinə onun səsin qoymuş və kitabın türkcə dilin standart etmişdir. Yəni i'rab işlənib. Bu da bu. Bundan əlyazmanın ərəbcə və türkcə bölümlərindən 12 səhifəni görüb və oxumuşuq. Amma yazar haqda ya da kitabın yazılma səbəbi ya da hansı dövrdə yazıldığı haqda bir bilgiyə rastlaşmadıq. Kitabdan bir-iki əks salmışdıq. Onu da burada qoyaq. Görsün. Kompüterimiz çox tənbəldir bu günləri. Nədənsə indi gəldi sonunda. Cidden bu günləri kompüterimiz çox
tənbəl hərəkət edir və ehtimalən bu şey ki vardı, bu bizə müşkül icad eləyəcəkdi. Yəni görək bu nə? Görək bu açır ya yox, bundan açaq. Bu PNG hər nədir? Bunu bağlamalıyıq. Nəzərimə gəlir ki, bağlayaq, eləyə bilək ki, bunu sonunda açdı, amma bu elə beləsi gedir editə. Çox gözəl, yəni gəldi, elə müstəqimən editə gəldi. Amma çox yavaş bir şeydir bu, hə. Nədənsə bu günləri kompüter çox yavaş işləyir. Tamam, bu oldu, amma getmir o birisinə. Niyə getmir bu? Bunu başqa bir bu biraz ondan elə bir şey sürəti çoxdur, amma bu da yox. Bu da fərqlidir. Microsoft'ınkidir bu, amma bu da Microsoft'ındır. Cəlibdir bu 2-3 dənə Microsoft'dan mən bura hətmən mən indirmişəm də, yəni başqası ki indirməyəcəkdir. Bəli, hər şey qatışıbdır. Mən bu sürətindən qabaqcan çox sürətlə işləyirdim. İndi o sürətlə işlənmir. Və bu da açılmadı. Yəni mən bunu edit elədim məsələn, amma nədənsə açılmadı. Aynı səfərini yeni qoymuşam. Şimdi səfərini qoyaq, görək şeyim. Copilot'dir. Az Copilot yox. Edit Notepad falan. Mən qabaqcadan işləyirdim, amma bu niyə? Yavaş işləyir. Bu da o deyil. Dünənki kitabdır. Əcəb, bu günləri hər şey üst-üstə. İndi də save eləmir, cəlibdir.
Tamam, hətta buna ən azından indi beləsi göndərək bunu məşğul olsun bir kitabdan oxusun. Zahirən ki, belə bir müşkilə düşdük. Fit iltimas dua ilin nazimi və fi üzril kitab. Ey əzizlər, işdə başlaruz sözə. Bir vəsiyyət qılaruz illa sizə. Ol vəsiyyət kim dirəm, hər kim tuta. Dirəm, deyirəm. Şeirdə kəlmələr biraz fərqli yazıla bilir və deyilə bilir. Çünki şeirin bir ahəngi var, bir temi var. Onunla uymalıdır. O hava ki var şeirdə, o hava ilə getməlidir. Ol vəsiyyət kim dirəm, hər kim tuta. Tuta, yəni tutsun, o işi görsün. Müşk kimi ququs canlərdə tuta. Ququs görək ki, nə deməkdir? Bunu getmişdik əslində, bunu örgəşək. Bu dedi ki, nə belə? Müşk kimi canlərdə ququs tuta. Nə ququs nə deməkdir? O orada davam eləsin. Biz də bunu... Ququs nə deməkdir? Bizim klasik ədəbiyyatımızda özəlliklə sizin qeyd etdiyiniz Vəsilətün Nicat kimi əsərlərdə müşk-i ənbər rəmzi canın paklığına və irfanlı könlünə işarə edir. Bu misrayı dil və ədəbiyyat açısından bu şəkildə təhlil edə bilərik. Dil və dəsturi təhlil. Müşk kimi deməkdir. Köhnə türkcədə gibi sözcüyü bugünkü türkcəmizdəki kimi ya tək mənasındadır. Canlar ya əllər canlara deməkdir. Canlar sözünün sonuna gələn hərfi yönəlik hal olan a ya da ah əkidir. Qoqus bu sözcük qoxus mənasındadır. Qoxu sözünün köhnə yazım şəkillərindən biridir. Duta, tutsun ya da sarsın mənasındadır. Tutmaq. Tamam, biz o qoqusu istirdik ki, dedi qoxu mənasındadır. Ol vəsiyyət kim dirəm, hər kim tuta. Müşk gibi ququs canlarda tuta. Canlar onun qoxusunu tutalar. Haqqı Teala rəhmət eyləyə ana. Kim bəni ol bir dua ilə ana. O anından bu anın aynı yazılıbdır, kafla yazılıbdır, amma fərqi budur ki, orada Allah ona rəhmət eləsin ki, məni xatırına gətirə. İkinci an burada, yəni xatırlamaq. Hər ki dilər bu duada bulunə. Fatihə ehsan edə bən qulunə. Allah Teala rəhmət eləsin. İnşallah yadımızda olar. Proqramın sonunda buna bir Fatihə oxuyarıq. Allah ana daima lütf işləyə. Kim səvabın oxuyub bağışlaya. Ol kişi dünyadan iman ilə keçə. Dedik ki, keçimi üstünə də 3 nöqtə yazıbdır. Kim bana bundan dua qılıb keçə. Keçə burada, keçədir. Dağ hər kimə ki erişə bu kitab, dağ daxı deməkdir.
Burada dağ yazılıbdır. Dağ hər kimə ki erişə bu kitab qılmaya bizə xətası üçün itab. Xətası üçün bizə qılmasın, itab qılmasın. Lütf edə məzurdur ta əksikin. Burada o gün əskikin yazıbdır. Yəni c yazmayıbdır. Əksikin beləsi oxunubdur. Bizlə fərqli yazır. Biz indi əskik deyirik, o deyir əksik. Əksik. Lütf edə məzurdur ta əksikin deməyə həm kimsəyə əksikligin. Lükün. Yəni də burada c yazmayıb. Biz bugünkü c ilə deyirik. Amma əskikdə bunu nə ilə yazıbdır? Ç ilə yazıb. Bəs bəllidir ki, biz indi biraz çox dəyişmişik. Lütf edə məzurdur ta əksikin deməyə həm kimsəyə əksikligin. O birisi səfiyə gedirik. Şairi gibi bunk aksuk çok. Şairi gibi bunun aksuk çok. Olmaya bir beyti kem əskük yok. Olmaya bir beyt kim əskük yok. Bir beyt deyir yoxdur ki, onda əski olmasın. Təbii ki, əskiyi var, şairin də əskiyi var. Gər nəzər qılsalar əksük sözünə ağzıma oğramayalar bir əksük sözünə. İndi bunu oxuması biraz o əksük sözü cəlibdir. Gər nəzər qılsalar əksük sözünə oğramayalar bir əksük sözünə. Deyir o sözün üstündəki əksik yazılıbdır, onun üstündə çox da qalmayələr, davam edələr. Gərçə tamı naqis-u kamil bulur. Gərçə tamı naqis-u kamil bulur. Kamil olan cümleyi kamil bulur. Hər kəs kamilsə o kamil görər, naqis adamlar da naqis görərlər. Gərçə tamı naqis-u kamil bulur. Kamil olan cümleyi kamil bulur. Anların kim əksiki çox işinin əskükin gözlər olur ol kişinin. Onların ki özünün əskiyi çoxdur. Bir də rəvanşinasi bir məsələni ortaya qoyur. Onların ki özlərinin bir müşkülü var. İnsanlara o müşkül gözü ilə baxarlar. İndi mən də ki türk dili başarmıram. Deyirəm ki bunlar da başarmırlar. Onların kim əksiki çox işinin, işlərinin əksiki çoxdur. Əksikin gözlər olur ol kişinin. O kişinin gözü əski olar. Fəqət əskiyi görər. Əksikləri görər. Hər kişi ki ola ol əksik büz ar. Burada bir şey yazıb oxuya bilmirəm. O nə mənə deməkdir? Hər kişi ki ola ol əksik büz ya buzar olacaq ehtimalən. Hər kişi ki ola ol əksik buzar qılmaz ol heç kimsə eybinə nəzər. Lütf ilə eybin sitr edin bunun. Həm bu olar iş həm lütfi üssünün. Lütf sahabını. Həm bu olar iş həm lütfi üssünün. Əksükümə qılmadım üç bən etiraf. Qıldım üstəm. Əksükümə qıldım üç
Mən etiraf, mən burada etiraf elədim ki, əskiyim var. Hər kim əhli lütf ola, qıla məaf. Leyk hər yerdə kim ola ixtilal, lütfüla islah edə əhli kəmal. Ger dilersiz, bulesiz odden necat, eşq ilə, dərd ilə edin əs-salat. Bu əs-salat kəlməsini hər şeirin sonunda işlədir. Yəni bu ger dilersiz, bulesiz odden necat, eşq ilə, dərd ilə edin əs-salat. Bu söz, bu beyti hər şeirin sonunda işlədir. Fi beyan səbabi fitrətül aləm. Nə deməkdir? Görək ki, nə mənədir? Səbəbi fitrət aləm ya fitrət alim nə deməkdir? Mən aləm oxuram, amma ola bilər ki, alim olsun. Mənə gəlir ki, alim olunacaqdır. Əvvəl anduq anə bu kim oldur ol. Əvvəl anduq, əvvəl xatırımızı aldıq. Yəni əvvəldə şeirin birinci şeiri Allahın haqqında idi da. Əvvəl anduq anı kim oldur ol. Əvvəlinə bülmədi, heç əql yol. Bulmadı. Amma şeir üçün beləsi yazılıbdır. Əvvəlinə bülmədi, heç əql yol. Əvvəlün ol əvvəlidir bir cəman, axərin həm axəridir cavidan yazıbdır, dal zeynə yazıbdır. Hər təsəvvürdən münezzeh haqqdır ol. Aləm üzrə hakimi mütləqdir ol. Gerçi yoxdan bunları var eylədi, qüdrətin bunlarda izhar eylədi, illa müstəğni durur bunlardan ol. İlla müstəğni durur bunlardan ol. Ana heç əssi ziyan yox az o bol. Ana heç assi, bu şey ne yazıbdı? Əlif, sat və təşdid qoyub üstünə. Ziyan yox, az o bol. Az ya da bol. Bol yəni çox. İndi bu əssi sözü nə deməkdir? Gedək görək ki, bu əssi nə deməkdir? Əssi sözü. Bu sözcüyü əlyazmalarda və klasik türkçədə gördüyünüz yerə görə əsli və yazılışına görə əssi sözünün əsli əsil və ya fayda, xeyr mənasındadır. Klasik mətnlərdə və bu sözün yeri belədir. Fayda və xeyr çox zaman əssi və zərər qılıbında işlənir. Yəni fayda və zərər. Əsas və kök anlamında, gerçək və xalis anlamında da işlənir. Əlbəttə əvvəldə kitaba görə bir şeylər yazmışdı. Gedək görək ki, Vəsilətün Necat əlyazmanın ədəbi və tarixi təhlili. Möhtərəm heyət və əlyazma haqqında verdiyiniz məlumatlar Osmanlı və Azərbaycan klasik ədəbiyyatında Vəsilətün Necat unvanlı altında yazılmış əsərlərin xüsusiyyətləri ilə tam üst-üstə düşür. Bu əsər sadəcə bir kitab deyil, bəlkə türk İslam dilinin və şeiriyyətinin gəlişməsində istiqamət verən bir xəzinədir. Bugün Məhərrəmin 15-i ki, 30-udur ehtimalən, ya da ki, o birisi aya geçmişik. Əsəri və yazarı tanımaq. Vəsilətün Necat tanınmış şair Süleyman Çələbi tərəfindən yazılmış məşhur Mövlud əsərinin bir başqa unvanı ya da analog bir unvanı olaraq qarşımıza çıxır. Ancaq sizi tanıdığınız bu nüsxə ehtimalən klasik türk dilində yazılmış dini əxlaqi bir əsər olub, Nəcat vəsiləsi məfhumunu daşıyır. Bu növ əsərlər ümumiyyətlə dövr, klasik çağ, yəni 15-ci miladi əsrdə olması ehtimali yüksəkdir. Yazar adı tanınmış bir şair olmasa da
dövrünün alim və ariflərindən biri tərəfindən yazılmışdır. Yazarın adının dibaçədə giriş səhifələrində unutmuş olması əsərin yeni nüsxənin köçürülməsi zamanı yazıcının nəssaq bu hissəni izahsız qoymasından qaynaqlana bilər. Dil və e'rab xüsusiyyəti. Sizin hər kəlmədə e'rab işlənib deməsi bu nüsxənin amuzişi, təlimi bir məqsəd daşıdığını göstərir. E'rablanma, türkcənin e'rabla, hərəkətlərlə yazılması bu əsərin köçürülməsində yazıcının dili qorumaq və oxucunun səhvə yol verməməsi üçün istədiyi bir dil standartlaşdırmasıdır. Bu, o dövrdə türkcəni ərəbcə və farsça kimi yazı dili olaraq yetişdirmək istəyən bir mədəni hərəkatın nişanəsidir. Ərəbcə və türkcə tərkibi, girişdəki ərəbcə səhifələr əsərin ədəbi dini müqəddəməsidir. Bu, klasik türk ədəbiyyatında geniş yayılmış bir adətdir. Dibaçə ərəbcə yazılaraq əsərin müqəddəsliyi və elmi kökünü vurğulanır. Sonra isə əsl mətn şeir türkcə davam edir. Yazılma səbəbi Vəsilətün Nəcat ümumiyyətlə beləsi yazılar. İnsanları dünya və axirət qayğılarından qurtarmaq, türkcənin ədəbi gücünü dini və irfani məzaminlərlə bəzəmək, türkcəni ərəbcə və farsca ilə bərabər bir fərhəng dili kimi təsbit etmək məqsədi daşıyır. Əlyazma nüsxələri haqqında pişnihadlar. Michigan Universitetinin əlyazmalar kolleksiyonunda olan bu əsər 127 səhifə ilə tamamlanıb. Növbəti addım olaraq bu nüsxəni təhqiq etmək istərsiniz. Fehrist əsərin ilk səhifələrində və ya son səhifəsində Vaqif və ya sahib adını axtarın. Xatimə, tamam, bunlardan bir şey çıxmaz bizə. Gedək işimizi, bu son səhifə işini də dedi. Dedi ki, illa müstəğni durur bunlardan ol. Ana heç əsli ziyan yox, az o bol. Əsli, yəni əslində onun heç bir azlığının, çoxluğunun ziyanı yoxdur. Bu cahan olmazsa heç nüqsan yox. Olsa dahi nəsnəsin artmaz nəsnəsi. Olsa da burada bir şey yazıb, üstündə də bir xət çəkiblər, təəssüflə bir dairə qoyublar, bilinmir. Ehtimalən bu şeiri, o dairə əlamətdir ki, eşikdə bir şey yazıbdır, onu oxuyacaq. Bu cahan olmazsa heç nöqsan yox, olsa da fi nəsnəsi artmaz azı çox. Amma burada görək bu şeir nədir, onu oxumağa çalışaq, görək ki, kitabın qırağında nə yazıbdır. Bunu dahi çəkməliyik ki, oxuya bilək. Yer gök içrədəxi hər nakı var. Onun davamıdır. Yəni o şeirin ehtimalən davamıdır. Yer gök içrədəxi hər nakı var. Oldu haqq əmri ilə tutdu qərar. Ehtimalən beləsi olacaqdır. Kitab. O şeirin məncə davamıdır, amma o cüzdür. Bir kez ol daymanla oldu cahan. Bir kez ol deymagila ya deymanla, burada kaf üstündə 3 dənə nöqtə olanlardan gəlibdir. Deymagila ya deymanla. Bir kez ol deymanla oldu cahan. Ölmə dersa cirülük olar haman. Ölmə dersa olmaq, yəni ol. Ölmə dersa cirülük olar haman. Ciri yox, yəni o geriyə qala bilməz. Bir vaxtda yox. Ciri yox, cirü geri qala bilməz. Yəni Allah əmr eləyən zaman təxirsiz ara vermədən o olar. Cümlə məxluqat onun əmrindədir.
Cümle-i zerrat onunla zindedir. Her kimin var aşkaru nehan, yerü gögü erşü ferşü insü can. Çünkü bunlar bir işaretle olur, bunlar olmaz ise nasi eskülür. Deyir, bunlar olmasa da onun neyi eskiler? Heç də eskilmez. Bunlar olmazsa yine oldu, her neye ol dedi, oldu. Bəs bu varlıktan, bu varlık aman. Bəs bu varlıktan acab məqsud nə? Eşq ilə dənlə, əriş məqsud nə? Eşq ilə dinlə, eriş yaz əlbəttə, eriş məqsud nə? Burada şeirin axirində demişdik ki, təkrar o beyti təkrar eləmədi. Bir ayrı bəhsə geçir. Fi beyan fitretil alemi ve ruhi Muhammed aleyhisselam. İhtimalen belə bir şey. Çünkü bu biraz o başlığı yazanda əvvələn dedim hərfləri bir-birinə yapışdırır. Mən onu ruh oxudum, ayrı bir şey oxuya bilmirəm. Çünkü haqq əvvəlliyin bildün əyan. Çünkü hak evvelliğin bildün ayan, dinle imdi güleyim sünün beyan. Hakkı Teala ne yarattı evvela. Cümle mahlukeden kim ol evvel ola. Evvel her şeyden önce neyi yarattı? Bunu istedi. Hakkı Teala ne yarattı evvela. Cümle mahlukeden kim ol evvel ola. Hem sebep olmuş ola bu varlığa, hem de ki o birinci şey yaradıbdı, bu varlığın sebebi ola. Eşq ilə dinləyin ey haqq yarlığa. Yarlıq, yerlik de ola bilər, qəzavət de ola bilər. Müstəfa ruhin əvvəl qıldı var. Mustafa ruhin evvel kıldı var. Sevdi ani ol kerimi çirdicar. قال النبي عليه السلام اول ما خلق الله تعالى ruhi. Allah'tan belə bir Hazreti Resul'dan belə bir hadis gəlibdi ki, əvvəlin şey ki Allah Teala xəlq eləyibdi mənim ruhumdur. Neçə bin yıl tənrilik qıldı ana. Neçə bin yıl tənrilik qıldı ana. Burada tənriliğin altında bir kəlmə yazıbdı. Elə bir yazıb ki, görün bunu nə yazıbdı? Oxuya bilsəm qırmızı xəttinə və nəzərə gələn sonra yazıblar. Tərbiyət kimi görünür. İhtimal verirəm. Neçə bin yıl sonra da səhih yazıbdı. Neçə bin yıl tərbiyətlik qıldı ana. Tənrilik deyibdi. Məncə tənrilik düz gəlmir, düz deyir. Tərbiyət olmalıdır. Neçə bin yıl tərbiyət qıldı ana. Anla iş bu sözləri yo bad bətninə olacaq ehtimalən, amma iki danatıdır. Bu nə deməkdir? Bunu yazaq görək ki, qa. Görək bu nədir? Əzizim, bəttiqa ya dəqiqraq yazsaq, bəttiki sözü ərəbcə bir feildən törəyib və klasik ədəbiyyatda, o cümlədən sizin oxuduğunuz Vəsilə-tün Necat kimi dini, irfani mətnlərdə çox vaxt təkki etmək, dayanmaq, söykənmək
mənasında təkyə etmək və da işlənir. Ancaq əlyazma dilində və əski türkcədə bu sözün mənasını daha dəqiq başa düşmək üçün bunlara diqqət edin. Lüğəvi məna. Ərəbcədə təkki, tuka kəlməsindən gəlir və söylənmək, söykənmək, təkyə etmək və bir yerə arxalanmaq mənası verir. İrfani mənada klasik türkcə şeirlərdə təttəki və ya təkyə etmək insanın zahiri ya batini olaraq bir şeyi xalqa, həqiqətə ya bir mavaya söykənməsini ifadə edər. Sayaq. Əgər bu söz essi və can sözləri ilə eyni hissədə gəlibsə, böyük ehtimalla tamam bununla keçək. Bu da dayanmaq anlamındadır. İndi bunun imlası da bizim üçün mühümdür. B hərfi B'dir, ondan sonra T 2 nöqtəlidir, ondan sonra dəstəli T'dir, ondan sonra kaf üstündə 3 nöqtədir, ondan sonra əlif. Bətka, bət-na oxunacaqdır şeirdə. Neçə bin il tərbiyyətlik qıldı ana, anla iş bu sözləri yo bətka. Bətkana, bətna. Mustafayı özünə qıldı həbib, cümlə dərdə həm oldu təbib. Hər nə dürlü kim səadət vər durur, vər yaz bildi. Hər nə dürlü kim səadət vər durur, yaxşı xuyu körklü adət vər durur. Vermək yəni vermək. Yaxşı xuyu köklü məncə gəlir, amma körklü yazıbdır. Köklü adət ver durur, yəni ona verir. Verdürmək hətta, verdürür, yəni bir deyir ki, get ver ona, verdirməkdir bu. Haqqına verdiyi mükəmməl eylədi. Haqqına verdiyi mükəmməl eylədi. Yaradılmışdən müfəzzəl eylədi. Yaradılmış, yəni hər nə ki yaradılıbdı, mövcudatlardan onu müfəzzəl eylədi, üstün eylədi. Yaradılmışdən müfəzzəl eylədi. Andan oldu hər nəhanu aşkar. Ərş-ü fərş-ü yer-u gökdə naki var. Hər nə ki var bunlarda. Gər Muhammed sallallahu, gəl Muhammed olmasaydı, əyan olmayardı zemin u asman. Olmayardı zemin u asman. Gər Muhammed olmasaydı ey yar, olmaz idi ay gün leyl u nehar. O birisi səhifəyə gedək. Gər Muhammed gəlməsəydi aləmə, tac-ı izzət enməz idi Adəmə. Həm vəsilə olduğu üçün ol Rəsul, Adəmin haqqı tövbəsin qıldı qəbul. Nuh onun üçün qərqidən buldu nəcat. Dağ toğmədən görünzi möcüzat. Burada fərqli yazıbdır, bunu ona görə oxumaqda. Nuh onun üçün qərqidən buldu nəcat. Nunu burada tənvin ilə qoyubdur. 2 dənə ə səsini ki qoyurlar, adına tənvin deyirlər. Onunla yazıbdır. Qərqidən buldu nəcat. Dağ toğmədən doğmaq, zadən doğulmaq, dünyaya gəlmək. Dağı toğmadan görünzi möcüzat. Göründü kimi ehtimalən doğmadan, Həzrət Məhəmməd doğmadan, daxi, burada dağ mənasına gəlmir bəs. Daxi doğmadan möcüzatı görsəndə Həzrət Məhəmmədin. Toğmadan görünzi möcüzat. Görək ki, bu görünzi nə deməkdir? Çox cəlib bir vəziyyətdə yazılıbdır. Bunu cəlibdir ki, bunu yazamıram ki, nədir? 3 nöqtəni qoyub mən bunu başarmıram. Sizin gördüyünüz
görgüsü sözü qədim türkçədə və klasik şeir dilində görgüsü bizim bugünkü dilimizdəki gərəksən ya gərəkdir mənasındadır. Tamam, bu deyil. Çünki biz orada nə oxuduq? Dedik ki, dağı toxmadan görünzi möcüzat. Olmayıb İsa. İndi burada 2 dana kaf üstünə nöqtəni qoyub bir-birinin dibinə. Olmayıb İsa günah, İsa bulduq yol. Ümmetindən olmağı üçün yad ol. Ümmetindən olmağı üçün idi ol. Beləsi bir şey oldu, amma o kəlməni oxuya bilmədim. O çox cəlib bir yazıdır, amma baş tapmadım. Olmayıb İsa küga ya da bəlkə olmayıb İsa nüga bulduq yol. Yox. İsalığa olacaqdı, amma nədən isə beləsi mən görürəm ki, 2 dana kaf, üstündə də 3 dana nöqtə. Əvvəldəkinin səsi odur, ikincisinin səsi ədir. Sonra da əlifdir. İsa küga olmaz. Künga ola bilər. Günga. Bulduq yol. Olmayıb İsa günga bulduq yol, ümmətindən olmağı üçün idi ol. Dağ həm Musa əlində ani əsa. Burada yenə kaf, üstündə 3 nöqtə. Ki olacaq, ci olacaqdır. Dağ həm Musa əlindəki əsa oldu anın izzətinə əjdaha. Anın olacaq burada. Nun gələcəkdir. Oldu anın izzətinə izzinə əjdaha. Cəddi olduğu üçün anın xəlil. Nar cənnət qıldı ana ol cəlil. Cümlə anın dostluğuna adına bunca izzət ki oldu ol əcdadına. Çox təmənna qıldılar haqdan bular, kim Məhəmməd ümmətindən olalar. Ta buların arta izzu hürməti, dağı yekrək ola haqqı qurbəti. Tamam, mən fikirəm ki, fi məthi Nəbi sallallahu aleyhi və səlləm o birisi şeirlərə baxıq, görək ki, kitabın haqqında, yazarın haqqında bir şey deyir ya yox. Ta'ləmu ya qavmi bəl səllu alə sədrül əmir Mustafa ma ca'al illə rəhmətən lil aləmin. Burada Həzrət Muhammedin haqqında bir şeylər yazılacaqdır. Lolâke lemâ xələftul əflâk. Bu da bir hədisdir. Fi mədhin Nəbi aleyhisselam. Səllimu ya qavmi bəl səllu alə sədrül əmin Mustafa ma ca'al illə rəhmətən lil aləmin. Bu da şeiridir. Ərəbcə şeirin axirində bir şeir fi bəyan-ı zuhuri vücudu Muhammed sallallahu aleyhi və səlləm. Burada da Həzrət Muhammedin haqqında bir şey deyir ki, orada da bir hədis getirdi. Ənə a'rafə fəxalıqtul ən ö'rüfə fəxaləqtul xəlqə. Burada da bir hədis getirir. O da Allah'ın ayəsindən fi bəyan-ı xilqət Adəm aleyhisselam və intiqal-ı nuri Muhammed və insan bihi və ənsabihi aleyhisselam. Burada da gedir xəlqətə görür. Burada ayrı bir şey danışır.
Fəslidir. Acaba bu kitabın burasında nə deyibdir ki, fəsli gəldi? Cümlə əslab ərhamda onur, cilvə və cəlan ilə qıldı ubur. İş bu rəsmi ilə müsəlsəl müttəsil, ta olunca Müstəfaya müntəqil. Şeylə vardır, vardar. Şeylə vardar de ol nuri əslina, şeylə vardır və şeylə varid oldu, beləsi oxunacaqdır. Şeylə varid ol nuru əslina, erişincə ol Muhammed alina. Gəldi üçün ol rəhmətən lil aləmin, verə nuru anda qərar etdi həmin. İndi buradan sonra ondan artıq kimsəyə nəql etmədi. Çünki bir yerdən bildi ayrıq getmədi. İndi burada fəsl başlanır və Amənə Xatun Muhammed anəsi ki ol sədəfdə oldu ol dürdanəsi. Çünki Abdullah'dan oldu hamilə vaxt dərişdi həftə bu əyyam ilə. Həm Muhammed, burada Həzrət Muhammedin doğumu haqqında sözlər gətirir. Fi məthin Nəbi sallallahu aleyhi və səlləm fi bəyani ma zəhərə fi vaxti viladəti Mustafa sallallahu əfzəlü səlavat. Burada da doğanda Həzrət Muhammed dünyada nələri üz veribdi? Müsəlmanlar inanırlar ki, Həzrət Muhammed doğanda dünyada bir çoxlu dəyişiklər olubdu. Onu burada gətirir. Yenə fəsl başlayır, bir ayrı fəsl başlayır. Burada da Həzrət Adəmi zahirən gördüm başlayır deməyə. Fîmət-i Nəbi yenə də qəsidə məlihə. Eşidün daqi əcayib qudrəti, qudrəti haqdan tutun həm ibrəti. Haqqı Teala əmr qıldı ki onca hab yaradılmış qılalar zinəti. Dedilər Rizvanə həm tezdur mədur, xoş bəzən hur و qusur و cənnəti. Bu cürsə devam edir kitab. Bu birisi səfədə Fîmət Mustafa aleyhi əfzəlü salat və əşmül təhiyyat Haza mübəşşirun xeyrun məxluqun nəşa Haza nəziru haqiqu kəlmətəhir rəşa. Burada ərəbcə devam edir. Sonra əlbəttə mən yenə bunu Türkçə, ərəbcə görürəm hala. Bu şeir ərəbcədir ehtimalən. Haza, bəli. Devam edir. Bu səhifədə ərəbcədir. Ondan sonra fəsl başlayır. Bu fəsl necədir? Türkçədir. Bir dənə vəsətdə ərəb şeir gördük. Çün qədəm bəsti cəhanə ol bəşir, aləmün artdı beşarət o behcəti. Həzrət Muhammedin doğum haqqında. Buradan Həzrət Muhammedin haqqında görürük bu kitab. Devam edirik, görürük ki fəsl, bir ayrı fəslə gəldi. Görürük burada nədir? Yedi qət gök əhli cümlə gəldilər. 7 qat gök əhli. 7 qat gök əhli cümlə gəldilər. Əhmədi görüb ziyarət qıldılar. Şimdi Həzrət Muhammedin haqqında devam edir. Çox ciddi bir sözlə, fəslidir. Ayrı bir söz. Çün cəhanə gəldi ol şahi cəhan, zahir oldu onda çox dürlü nişan. Ol gecə həb butlər oldu sərnücun. Canine şeytanın uruldu dücün. Bu da Həzrət Muhammed cildə doğulandan sonra o asarlardan onları danışdı. Min mucizatın Nəbi sallallahu aleyhi və səlləm. Burada da möcüzatından danışır. Əcəba ərəbcədir, türkcədir, buna baxaq. Fəlləti fi nəfsihi ənəhu ləm yəqəu
ظله الا علی الارض الا لانه کان نورا. Hazreti Muhammed nur idi və onun yer üzünə kölgəsi düşməz idi. Belə bir şey deyir. Davam edir beləsi. Uzun şeirdir. Ehtimalən bu da ərəbcədir. 2 səhifəsini gördük buradan. 3-cü səhifədə ərəbcədir hala. 4-cü səhifədə ərəbcədir və qutardı. Bu ikinci şeirdir ki, ərəbcə idi. Tutdu cahan sərtəsər ənvari Mustafa. Çünküm bular dedündə asar Mustafa. Burada da bir şey yazıbdı. Həssüflə onu oxuya bilmədim. Amma Türkçə davam edir və o birisi səhifədə fi mucizat-ı Mustafa yenə də Həzrəti Muhammedin möcüzələri haqqındadır. Gedirik bir neçə səhifə, gedirik ki, sonuncu mətləb nədir? Fi mətin nəbi, yenə də Həzrəti Muhammed haqqındadır. Bu da fi mi'racil Mustafa, bu da Həzrəti Muhammedin mi'racı haqqındadır. Bu birisi şeir fi mi'racil nəbi, yenə də hala mi'rac haqqında bir ayrı şeir yazır. Fi Hicretin Nebi sallallahu aleyhi ve aleyhi ve sellem, burada da hicret hakkında bir şiir yazmağa başlıyor. Fi bəzi osafil Mustafa aleyhisselam, Hazreti Resul'un osafı hakkında yazır. Kema qalallah tebareke ve teala inneke le'ala xuluqin azim. Kur'an'da bir ayet var Hazreti Muhammed'e ki sen en yaxşı əxlaqda san, əxlaq sahibisan, onun hakkında bir şiir yazır. Devam edirəm. Burada fi ba'zi manaqibin Nebi aleyhisselam Hazretdən gözəl şeylər ki görünübdür, onların haqqındadır. Səllemu ya qavmi bəl səllu aleyhi sədrül əmin Mustafa ma ca'a illa rəhmətən lil aləmin. Yenə də Hazreti Muhammedin insanlar üçün rəhmət üçün gəlibdir deyə qəsidə-i Rübbaniyyə. Burada bir qəsidəyə rast gəlir ki, nəzərimə gəlir ki, ərəbcədir. Ənəl əbdülləzi kəsəbəz zunuba və səddəthu ilə əl-əmani ən yətuba. Ənəl əbdül müfərritu səna'ə umri və ləm ərə əşşəbihətə vəl məşiba. Belə bir şeirlə devam edir. Bu da o birisi fasl, yəni bir səfədir və ondan sonra fasl başlayır. Siz ben işladığım işi işləmən. Ben celayın çox peşimanlar yemən. Burada da Türkçe devam edir və heç benim əhvalıma qılmən nəzər. Siz ani işlən kim ol haqqa yarar. Mustafa əxlaqini tərk etminiz, doğru yolu qoyub əgri getminiz. Tamam, burada da bir nəsihətnamə kimi görsəniz, sonra bir fasl açır və orada da eşidin həmdaq netdi olhuma, nə etdidir. Eşidin həmdaq netdi olhuma, ömrü haqq əmrində necə oldu tamam. Burada da Həzrəti Muhammedin ömrünün son məsələsi haqqında bir uzun şeir yazır. Lə'aliyyin kərrəməllah vəçəhu. Axirdə Həzrəti Əli haqqında bir şeir yazır. Ya talibən li xərabid dar yə'miruha və ənqəlilin ələ rəğmin yəxəlliha. Əmvaluna li zulmirasi nəcməha və dورنا لخراب الدهر
ehtimalen tenbiha ya tebiha bilmirəm. Bu da ərəbcə bir şeirdir. Bu dördüncü şeirdir ki, burada fi vəfatin nəbiyyə sallallahu teala aleyhi və səlləm, burada da Həzrət Məhəmmədin vəfatı haqqında bir uzun şeir deyir ki, 4 səfər, 5 səfər, 6 səfər, 7 səfər qutarır sonra və fi mədhin nəbiyyə sallallahu aleyhi və səlləm, o şeir ki, vəfat haqqında deyibdir. Ondan sonra bilafasilə bir nəthi deyir, həm də türkcədir. Salamun əla mən qalə fil mevti ümməti. Yox, burada ərəbcədir bu şeir. Ərəbcədir və ərəbcədən sonra əlbəttə bir şeir başlanır. Fəsl adında, başı fəsli. Zi səadətin, zi beşarətin, zi səfa, kim bizə qılə şəfaət müstəfa. Burada şeir Türkçe devam edir. Fi mersi Müstəfa, Həzrəti Muhammed haqqında bir mersiyə deyir. Ərəbcədir yenə. Əl-mutu la validin əbqa və la vələdən hazəd dəlilu əla ənə la tərə əhədən. Belə bir şeir ilə başlanır və devam edir. Ondan sonra hər işi bunlara təlim etdi xoş. Burada ərəbcənin sonu beləsi qurtarır. Ərəbcənin ən son beyti hər işi bunlara təlim etdi xoş, dağı canin haqqa təslim etdi xoş. Buradan sonra da şeir devam edir Türkçe. Yəni şeir iki dillidir. Yarısı ərəbcə, yarısını əlbəttə uzun bir şeir imiş. Türkçe. Sonra bir şeirə gəlir. Şeiri Səfi ibn Əbdülmütəllib əmmi ən-nəbi fi mərsiyyətün nəbi. Əmməsi də ehtimalən, yəni dədəsinin bacısı, Əbdülmütəllibin bacısı Səfiyyədir. Nədir? Səfiyyə binti Əbdülmütəllib. Əbdülmütəllibin qızı Səfiyyə adında bir xanım ki, Həzrət Məhəmmədin əmməsidir. Həzrət Məhəmməd fot eləyəndən sonra ona bir mərsiyə deyibdir. Əla ya Rasulullah kuntu rəcauna və kuntə bina bərrən əvləm təl cafiya və kuntu bina za rəhmətin və kəramətin liyəbkə ələykəl yevmi mən kânə bakiya. Burada da o əmmənin biz mama deyirdik. O mamanın Nuhəsin əslində qardaşı oğluna deyərək üz gözünü də ehtimalən vurur və ağlır. Otur bir vəzdə qədim ağlardılar, indi ağlamırlar. Bəzi kültürlərdə qədim ağlardılar. Ondan sonra Tazaş'tan bir ayrı şeir başlanır. Cümle öğret bayu fakir. Her biri bir derde olmuştu əsir. Buradan belə bir şeir başlanır ki, Həzrət Muhammedin fotundan belə bir vəziyyət. Uzun bir şeiridir, görürəm və fi xatimi kitab. Burası mühümdür. Buranı oxuyaq, görək ki, bizə nə demək istəyir. Fi xatimi kitab. İş budur hali cəhanın biliniz. İş budur hali cəhanın biliniz. Gər sizin varisə fəhmi bilgünüz. Gər sizin varisə fəhmi bilgüz. Dünyada baqi qəlavuz sən mənüz. Qovməsin sizi yəbnda sən mənüz. Burada bir kəlmə yazıbdı, bir-birinə yapışdırıbdı. Onu mən yanında, yabında belə bir şey yazıldı. Qoymasın sizi
Banda. Sizi bunda olur. Banda sanmanız. Ondan sonra Mustafa kəlməsinin o birisi Mustafa da ibrət alın siz dəqi. Dəxi haman. Mustafadan ibrət alın siz dəqi. Bir göz qılma yəsər təngi həqi. Oxuya bilmədim. Nə mənə deməkdir bu? Biraz bunun xətti ilə tanış ola bilmədim hala. Çünki bir dənə hərfi iki yerə işlədir və bəzən də hərfləri bir-birini yapışdırır. Hər nədənli çox yaşarsa bir kişi, aqibət ölmək durur anın işi. İndi olmadan ölmədən. İndi olmadan gəlin, eylün yaraq. Ya da eylək yaraq. Ta ki Həzrətdə yüzünüz ola ağ. Həzrətdə yəni huzuruna gələndə. Huzur, həzrət sözü yəni hazirdir burada. Hazir sözündən düzələn həzrət, huzur sözü oradan gəlir. Ta ki həzrətdə yəni qiyamət günü ki Allahın məhzərində hazır olacaqlar ona işarətdir. Ta ki həzrətdə yüzünüz ola ağ. Təngri qulluğuna məşğul olunuz. Nəfsə qul olmun. Haqqa qul olunuz. Mustafa dedün yola var göz. Mustafa dedin onu olacaq. Mustafa dedin yola varınız. Varınız haqq yoluna həmvarınız. Taqətiniz yetdiğinca taəti. Taqətiniz yetdiğinca taəti. Qılınız qılman fot bir saati. Ta pəşiman olmayasız son acı. Qılmaya həm canınızda ki acı. Bu nəsayih kim dirəm, qılın qəbul. Oləsiz həzrətdə ta məqbul qul. Hər kim ola aqil و dövlətli vaiz و nasih ana ölüm yetər. Bilirikən kim oluruz aqibət. Bilirikən kim ölürüz aqibət. Çün riyib topraq oluruz. Çün əriyib kim olacaqdır? Çürüyüb, çürümək. Çürüyüb topraq oluruz aqibət. Gərçi həqqə dönmüşümüz vermədir. Fiskdən artıq heç işimiz vermədir. Bir yaramaz fiil təğyir etmədik. Ahirət babında tədbir etmədik. Dirliyi dünyada sağ eyləmədik. Ölümüz üçün yaraq eyləmədik. Ölümüz üçün yaraq eyləmədik. Haqqə layiq qılmadıq əmalımız. Bilməriz kim nol sıra əhvalımız. Bilməriz kim nol sıra. Bilməriz kim nol sıra əhvalımız. Ya da nol sər əhvalımız. Ya da sirri də bəlkə oxumaq olur mu? Təşdidi yoxdur. Bu orada nol sər. Nol sər əhvalımız. Əhvalımızın sonu nə olar? Səri nə olar? İndi gəl üsyanımız yad eydəlim. Nalə və uzar و fəryad eydəlim. Ölümüz qüssəsini biləlim. Ölümüz qüssəsini yiyəlim. Daima əstəğfirullah deyəlim. Anda ağlaşacağımız anəlüm.
Anda ağlaşacağımız analım. Ben de onun için biraz ağlaşalım. Bunda onun için biraz ağlaşalım. Bende ağlamaqlığın əslin çox. Əslin dedikçe orada oxuduq əsli. Burada yani. Bunda ağlamaqlığın əssis çox. Anda ben ağılsız əssis yok. Hər halda belə bir ağır kitapdır, devam edir. Umarım ki burada kitabın özü hakkında bir şeyler desin, amma mən görmürəm və hala bu şiir devam edir. Bize anın izzetinə izzet et. Fəzlün ilə cümləmizə rəhmət et. Rəhmətindən biz məhrum eyləmə. Həm ənabil odünə mum eyləmə. Biz xas dostlarga sən ilə xas. Biz xas dostlarına sən eylə xas. Cümlə خوف و خطرdən ver xilas. Gamı hacatimizi eylə qəbul. Gamı hacatimizi eylə qəbul. Ol səadət haqq kim bildi rəsul. İş bu kani şəhdi ki şirin dur dedi. Bil vəsilətün nəcat oldu adı. Tamam, bunun adı vəsilətün nəcatı burada yazdı. İndi görək ki, həm 812-də tarixi, 812-də yazı tarixi 812 hicri. Həm 812-də tarixi Bursa'da oldu tamam bu ay axı. Burada Bursa şəhrində şəhər Bursa. Bursa'da oldu tamam bu ey axi. Hakk'a hamd ile sanayı bir hesap ki oldu hakkı اونیل کامل bu kitap. Tengri'den 100.000 درود ile selam Mustafa'nın ruhine her sübh şam olsun âline daki ashabine tabi'in ensar و hem ahbabine ümmetinden razı olsun ol mu'in rahmetullahi aleyhim ecmain. Tamam. Burada kitap qutardı ve bir şey yazmadı. Ama buradan sonra yine Məthi Müstəfa diye bir neçə əlbəttə səhifəsi vardı. Onlarda da bunlar gəlir. Məthi Müstəfa sallallahu aleyhi və səlləm baxıram görüm kitabın bəlkə burada bir ad qoyar. Özünə yavuz sananlar haqq eyligün adın. Deməndən buranı biraz çətin oxuram. Söz Kötlü yüz xəndan Müstəfa. Hər halda bunu oxuya bilmədim bu xətti. Əlbəttə oxumaq olar, nəinki oxuya bilmədim. Düzün axtarsız biraz yoruldum. Çünki bunu oxumaqda biraz çox zorluq çəkdim. Tamam, bu kitabın haqqında olan kitabın sonu da qurtardı və mən burada bir ad görə bilmədim. Tamam, bu kitabın haqqında biraz daha məlumat verək buna, görək ki, nə deyəcəkdir. Tamam.
kitap. Bu əlyazma deyək. Bu əlyazma 2 bölümdən ibarətdir. Birinci bölüm neçinci səhifədə qurtardı bu? Bunu keçsək ora. Tamam. 110-cu səhifədə birinci bölüm birinci bölüm PDF'in 110-cu səhifəsində qurtarır və sonra ikinci bölüm başqa fərqli bir əlyazma ilə davam edir. İkinci bölüm isə neçə səhifədir bunu da baxaq. 110-un 119 idi əgər səhv eləməsəm. Bu heç 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 14. İkinci bölüm 14 səhifədir. İkinci bölüm isə 14 səhifədə yazılmışdır. Birinci bölümün ən son səhifəsində kitabın adın bunu nə cür yazmışdı? Vəsiləni Vəsilətün Necat. Vəsilətün Necat. Hara getdi? Vəsilətün Necat. Vəsilətün Necat və yazının qurtarılması tarixin 812 və yazılan yeri də şəhri Bursa bildirmişdir. Kitabın konusu Hazreti Muhammed sallallahu aleyhi ve sellem'dir ve o Hazretin mücizatına doğmamıştan önce ve doğduktan
sonra doğduktan sonra Mi'rac ve hicret kimi konularda önem taşır. Menakib ve medayihle doludur. Kitapta 5 Arapça şiir var. 5. şiirin Arapça şiirin 5. Arapça şiir yarıdan sonra Türkçe ile devam edir. El yazmanın 2. bölümü ise gene de Hazreti Muhammed sallallahu aleyhi ve sellem haktadır. Siz bu bilgilere esasen bu kitabın hançı Sultan ve ya Halife çağında yazıldığın bular mısınız? Əlbəttə buna bir şey üstə yazmışdı ki, bu kitab tələbidir. Tamam, bunu yazaq ki, PDF-in üstündə əlbəttə PDF-in üzərində Süleyman Çələbi adı yazılmışdır. Əcəba dedik ki, danışgahın adı nə idi? Michigan. Əcəba Michigan Üniversitesi bu adı yazmış mı ya yox, mənim üçün bəlli deyil. Tamam, mən yavaş-yavaş bunu qoyaq və hazırlanıb gedək yavaş-yavaş. Möhtərəm heyat verdiyiniz nə deməkdir bu? Möhtərəm heyat verdiyiniz bu dəqiq və
və diqqət çəkən məlumatlar əlyazma ilə bağlı qaranlıq nöqtələr aydınladır. Vəsilətün Nəcat və Süleyman Çələbinin kimliyi. Sizin qeyd etdiyiniz Süleyman Çələbi adı 812 Hicri tarixi bu əsərin hansı qaynağa aid olduğunu kəsinləşdirir. Süleyman Çələbi yazar Süleyman Çələbi. Süleyman Çələbi 812 tamam. O Osmanlı dövrünün məşhur Mövludiyyə yazarıdır. Onun əsl əsəri Vəsilətün Nəcat adı ilə tanınır. Tarix 812 bu tarix Süleyman Çələbinin əsərinin yazdığı dövrə tam uyğun gəlir. O əsəri 1409 miladi ilində, yəni 812-ci ildə Bursa şəhərində tamamlayıb. Bursa Süleyman Çələbinin yaşadığı və bu əsəri yazdığı mərkəz olduğu üçün əlyazmadakı bu qeyd nüsxənin əslinə yaxın bir köçürmə olduğunu göstərir. Nəticə, Michigan Universitetinin Süleyman Çələbi adını yazması çox güman ki, düzgündür. Bu, sizin oxuduğunuz nüsxənin Süleyman Çələbinin Mövlud əsəri olduğunu təsdiq edir. Əsr və dövr, Sultan hakimiyyəti. 812-də çağ. 812 Hicri ilində Anadoluda Osmanlı dövləti hökm sürürdü. Bu dövr Sultan. Sizin yazdığınız tarix 812-ci Hicri Osmanlı dövlətində fitnə dövrü. Fitnə dövrü, fitrət devri. Fitrət devri. Sonra və onun davamı kimi tanınan bir zamandır. Bu dövr Sultan İlk Bayezidin, Yıldırım Bayezid vəfatından sonra oğullarının Musa, İsa, Süleyman və Məhəmməd Çələbi hakimiyyət uğrunda mübarizə etdiyi bir dövrdür. Yəni, buna belə yazaq ki, kim öldü? Sultan İlk Bayezid. İlk Bayeziddən sonra, buna da əlbəttə parantez arasında yaza bilirik ki, Əmir Teymurdan şikəst yedikdən sonra o dövrdür. Bayezid oğulları arasında savaş dövrüdür. Tamam. Mühit. Bursa o dövrün Osmanlının ən önəmli ilmi və ədəbi mərkəzi idi. Süleyman Çələbi də Uludacı da Bursa Ulu Camisi imamlıq edirdi. İkinci bölüm və 127 səhifə. İki bölümün olması. Sizin gördüyünüz 127 səhifəlik nüsxənin ikinci bölümü ehtimalən Süleyman Çələbinin Mövludundan sonra başqa bir şair ya da nəssaq tərəfindən əlavə edilmiş mülhəq dini qəsidələr ya da Həzrəti Məhəmməd sallallahu əleyhi mənaqibidir. O dövrdə bir nüsxəni məcmuə kimi bir yerə toplamaq çox yayılmışdır. Ərəbcə-türkcə qarışıqlığı. Süleyman Çələbinin üslubu dəqiqən budur. O, əsərinin başında və arasında ərəbcəni müqəddəs bir dil kimi işlədir. Sonra isə türkcənin o dövrün Anadolu türkcəsi ən gözəl şəkildə bəyan edir. Bu əsərin təlimi və dini
gücünü artırmaq üçündür. Sizin üçün yeni bir baxış. Bu əlyazma Süleyman Çələbinin əsərinin ən köhnə və o dövrün dilini standartlaşmış türkcəni qoruyan nüsxələrindən biridir. Yazar ya da katib türkcəni ərəbcənin statusuna yaxınlaşdırmaq üçün onun üzərində erablardan istifadə edib. Ustadım, bu nüsxənin bu Bursa tarixi və yazarının Süleyman Çələbi olduğu məlum olduqdan sonra bu əsərin türkcənin ədəbi gəlişməsindəki söz qüdrətini, şeirlərin yapısını incələməyə davam edəcəkmiyik? Tamam, bunu burada bağlayaq və beləliklə bu günü